Herkese selam dostlar, ben Söhrab. Bugün sizlerle birlikte Brawl Stars'taydım. Dükkana girdim ki böyle qəşəng kostümlər gəlib. Göstərək. Salnani və El Brown. Bu kostümlər dostlar, yəqin ki arazide elə əksəradan bilir ki, bu kostümlər elədir ki, bir belə deyişimizin doktor Edgar kimi, digər bəzi kostümlər kimi belə mücəffərən satın alınmır bu kostümlər. Çünki El Brown'a girirəm, gözükmür. Sadəcə taşla. Yəni. Bir də Salnani istəyirsiniz onu da göstərim, tam əmin olaq. Bir saniyə dostlar. Hə, görürsünüz Salnani'də təkcə taşla, ya elmasla deyək. Belə Rocket Brown'da elədir və yaxud da məsələn bu kostümə giririk, bu mücəffərlə, bu mücəffərlə, nəsə özünüz bildiniz. İndi bu belə elmasla gəlib deyə mən deyirəm alım, həm nadir kostümdür. Yəni təkcə elmasla satılır da. Həm ona görə həm də nadir kostümdür da, destansıdır. Ona görə yəni həm elə təkcə elmasla satın aldığına görə əslində elmas nadir deyirəm, yoxsa yəni oyunda həmişə olan bir kostümdür da. Yəni o cəhətdən nadirliyi yoxdur, amma elmasla satılır deyə bəzi adamlar elə belə endirimdə falan alır, bəziləri də pul vurar o heç. Yəni digər qalan nəfərlərdə də bu kostüm olmadığına görə deyirəm mən bunu alım. İndi Nani'ni niyə almıram? Çünki sizə belə göstərim də dostlar. Mən buradan gələm Nani'yə. Düzdür, Nani 9 səviyyədir. Çan Nani falan var. Ya kostüm düzdür, yaxşı yoxdur. Yəni desans kostümü yoxdur. Bu Nani'nin kostümünü alsam dərs yaxşı olur. Amma Primo'ya gəlirik. Primo, bir saniyə məndə orada. Primo məndə gördüyünüz kimi həm maxdır. Düzdür, indi dərs ki boşu bu belə kostümüm var. Neyinsən onu alsan. Amma dostlar deyim ki Primo həm maxdır, həm də istəyirəm ki El Brown belə daha da belə özel effekti falan da var da, elə bir ya Nani'nin kostümü elədir ki, Nani'nin öz səsləridir. Amma El Brown'da belə zat belə əlavə səs effektləri var da. Ona görə istəyirəm bunu alım və gözünüzün qabağında basıb alacağım. Bu arada yanımda İsmail var. Siyah eləməyin də onun kanalında. Abunə olmağı unutmayın. Söz verirəm İsmail'ə. Salam dostlar. Bu günləri sizlərlə birlikdə Söhrabın El Brown paltarını alacağıq. Söhrabın El Brown paltarı da xiyar. Primon El Brown paltarı. Primon. Hər nəsə dostlar. Və alacağıq. Gördüyünüz kimi Primo Söhrab ən sevdiyi karakterlərdən biridir və vaxtı ilə də biz əvvəlki klanlarımız, ən yaxşı klanlarımızdan biri olan, o vaxtlar ən yaxşı klanımız olan Siyah Wolf klanı vaxtında Primo'nun 199 paltarını biz SpongeBob'u pulsuz almışdıq. Amma halbuki indi o paltarı məsələn 5 dollara, 6 dollara satırlar. Bu da o deməkdir ki, klanımız bəzi adamlara görə dağılıbdır. Sizə məsləhət görürəm. Biz klanımızı bu yaxınlıqda yenidən quracağıq. Bəli. Klanımıza gəlməyimizi məsləhət Klanınızı da görürəm. göstərək. CS klanı düz indi dağılıb, amma vaxtı ilə azada 200-ə girib. Özümü klan belədir. Mən özüm indi klana təzən çıxdım, girdim deyə üyəyəm, amma başqaydım normalda. Bu hesab mənimdir, Svox. Buradan gəlib təzən başqanını özümə verəcəm. İsmail də indi Kumbaraya görə başqa klana getmişdi, düz demirəm İsmail. İndi qayıdacaq, düzdür, oyunda deyil ancaq nəsə. İndi İsmailə verəcəm. Telefonu alsın. Paltarı buyur İsmail. Danışa al. Hə dostlar. Mən ilk öncə almazdan əvvəl bir Primo'nun paltarını sizin gözünüzün qabağında denemək istəyirəm. Vuruş effektlərini, ultisini falan görün necə bir paltardır. Bu arada telefon İsmail'dadır. Ulti effektinə də baxa bilərsiniz. Baxın. Göydə A hərfi var. Fikir versəz görə bilərsiniz. Məsələn, baxın. Bu Primo paltarlarında da effekt yoxdur. Vuruşlarını görürsünüz. Digər vuruşlardan fərqlidir və vuruşlarında vuranda arxasından işarələr çıxır. Ultini atıram və baxın. Arxasındakı hərfləri görə bilərsiniz. Primo'nun paltarı xoşuma gəldi. Mən bu Söhrabın da bu paltarı almağına görə çox xoşuma gəldi və mən də Söhrabla birlikdə gördüyünüz bu Primo'nun paltarını alıram. Və El Brown kostümünü aldıq dostlar. Xeyirli uğurlu olsun. Və Söhrab sən xeyirli uğurlu olsun deyirəm və sevdiyin karakterlərdən biridir və kostümü də seçək. Və gördüyünüz kimi Primo paltarı aldıq. Təşəkkür edirəm İsmail. Sağ olun. Video bura qədərdir dostlar. Sağ olun, özünüzə yaxşı baxın. Öpürəm.